ola bilər ki, mən üzümü düz tutmuşam. Amma mənim gözüm hamını görür. Şairlərin müşahidə qabiliyyəti daha güclüdür. Mən müşahidə etdiyim bütün gözəllikləri, hətta pis şeyləri də öz daxilimə, öz daxili dünyama daxil edirəm. Onları orada böyüdürəm, yonqarlayıram, formalaşdırıram və bir gün qaytararam söz şəklində sətirlərə. Və onlar mənim zəhmətimi, mənim müşahidələrimi, mənim ağrılarımın həm də şəklidir və yazılı formasıdır. İndi onların hamısını oxuyanda, baxın, belə vərəqləyirəm, oxuyuram, adlarına baxın, niyə tələsdin, ürək ağrısı, dərdimin rahat evi. Onlar hamısı mənim övladlarım kimidir, mənim dünyaya gətirdiyim varlıqlar kimidir. Mən seçə bilmirəm. Məsəl üçün, tutalım ki, biri zəifdir. Deyirlər ki, bu zəifdir, bu güclüdür. Başqa bir şeirdə də var, deyir, kimdir sevmək, hər naxələf övladı ana. Mən bunları doğurmuşam da, mən bunları dünyaya gətirmişəm. Bunların zəifi də mənim üçün doğmadır. Gözəli də mənim üçün doğmadır. Ona görə mən o mövzuda seçim eləyə bilmirəm. Məsəl üçün, deyirlər, ən gözəl şeiri oxu. Mən o mövzuda öz oxucularıma, öz dostlarıma müraciət edirəm. Deyirəm, hansı şeiri sevirsiniz? Siz kimi çox sevirsinizsə, mən də onu çox sevirəm. O daha çox önə çıxır. O mövzuda mənim seçimim yoxdur ki, məsələn, mənim ən gözəl şeirim hansıdır. Amma oxucularım da mənim övladlarımı, mənim yaratdığım dəyərləri sevən adamlar olduğu üçün onların seçimi mənə doğmalıdır. Mən öz oxucularımın seçimində sevilmiş şeirləri sevirəm.